Biz ki buradan əyləşdik, salam verdik ağamıza. Həqiqətdə bu salamı ağaya çatdıranlar var. Cənab-ı Cəbrail elə ki İmam Hüseyin əleyhissalam dünyaya gəldi, göyün 1000 mələyi ilə, o hamilan ərşi qoruyan mələklərlə, 1000 ilə bir dəstə ilə gəlir yer aləminə, ağamız İmam Hüseynin dünyaya gəlməsi ilə əlaqədar Peyğəmbərə göz aydınlığı verər. Cəzirətun minəl Cəzair. O çöllərdən birindən Cənab-ı Cəbrail 1000 mələklə yerə nazil olanda bir mələk vardı, adı Fotrus. O Cənab-ı Cəbraili tanıyırdı, bu vəhy mələyidir. Gördü, salam ərz elədi, dedi, hara belə gedirsiniz? Dedi, gedirik yer aləmində, dünyasında sonuncu Peyğəmbərin nəvəsi dünyaya gəlib, oğlu dünyaya gəlir, Peyğəmbərə göz aydınlığı verək. Fotrus əmirdə səhlənkarlıq elədiyinə görə Allah onun qanadlarını yandırmışdı. Neçə min il idi ki, o cəzirədə, o adada dua bu, hacət o, münacat ki, Allah onu əfv eləsin, bağışlasın. Dedi, olar, mən də sizinlə gəlim, gedim o dünyaya gələn o balanın hörmətinə, onun bələyinə, beşiyinə qanadlarını sürtəm, Allah geri qaytara. İzin aldı, bahəm gəldilər. Elə ki, Peyğəmbərin göz aydınlığına gəldilər. Bu Fotrus öz yanmış qanadlarını İmam Hüseyin əleyhissalamın beşiyinə çəkdi. İmam Hüseyin əleyhissalamın o viladəti dünyaya gəlim ehtiramına Allah o mələyi ilkin hala qaytardı. Elə ki, Cənab-ı Cəbrail o dəstə mələklərlə asımana üruz eləmək, qalmaq istəyəndə bu Fotrus dedi, mən istəyirəm qalam. Qalam burada bu şərtlə ki, qiyamətiyəcən hər yerdən ağam Hüseynə salam versələr, mən salamı ağam Hüseynə çatdıram. Və bu gün icəndə o mələyin işi əhl-i beyt sevərlərin, İmam Hüseyin əleyhissalamı sevənlərin salamını həzrətə yetirər. Odur ki, hər gün salam verməyi unutma gələn.